Əvvəl onu da deyim ki, İran özündən asılı olan, olmayan səbəblərdən bəlkə də özü də tam da anlamır bu situasiyanı, amma artıq bir proksi dövlətə çevrilib. Başqa ölkələrin əlində alətə çevrilib. İstəyir Çin olsun, istəyir Rusiya olsun, Amerika ilə problemlərini İran üzərindən həll etməyə, İran üzərindən alver etməyə başlayıblar. Və bu da İranın indiki rəhbərliyini heç olmasa düşündürməlidir də. Çünki öz xalqının maraqları bir qıraqda qalıb. Rusiya və Çin İran üzərindən Amerika ilə münasibətlərini yaxşılaşdırmağa çalışırlar və müəyyən güzəştlər də İran üzərindən aparılır. Və yeri gəlmişkən burada Rusiya və Çin bir-birinə rəqibdir. Çünki hər ikisi bu formatda əsas və önəmli rol almağa və bunun nəticəsində də İrana təzyiq göstərərək Amerika ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Əslində ilk belə nəzərə çarpacaq göstərici oldu ki, hər iki ölkə İranın nüvə silahının olmaması və Hürmüz boğazının əvvəlki vəziyyətdə status quo-ya qayıtması ilə bağlı razılıq əldə etdilər. Yəni iki birgə bəyanatın bu iki önəmli hissəsi dünya mediasında da yayıldı və İran tərəfdən də buna heç bir adekvat cavab olmadı. Bir yeganə cavabı oldu ki, biz Çin gəmilərinə xüsusi rejim tətbiq edəcəyik ki, Hürmüzdən keçsin. Amma söhbət xüsusi rejimdən yox, ümumiyyətlə Hürmüz boğazından hansısa bir belə deyək də, moderasiya olmadan əvvəlki qaydada sərbəst şəkildə gəmilərin keçməsindən gedir və bu Çin də bunda israr edir. Çünki Çin bir tək İranla əlaqələri yoxdur axı Hürmüz boğazı ətrafında. Orada bütün ölkələrlə və əsasən də Körfəz ölkələri ilə çox ciddi ticarət əlaqələri var və Hürmüzün İran tərəfindən qeyri-qanuni olaraq kapatılması heç də Çinin də xoşuna gəlmir. Amma bu görüşə qədər də Çin də istəmirdi ki, hansısa bir anlaşma olsun. Çünki Amerika Birləşmiş Ştatlarına müəyyən təkliflərlə çıxış edəcəyini gözləyirlər. İndi təbii ki, mətbuata açıqlanan rəsmi məsələlər bir qırağa, bu tipli görüşlərdə qeyri-rəsmi anlaşmalar və sonradan realizə olunacaq anlaşmalar daha önəmlidir. Birincisi, onu demək lazımdır ki, may ayındayıq biz, ilin 5-ci ayındayıq, amma ilin sonuna qədər növbəti 7 ayda Çinin rəhbəri ilə Amerika prezidenti növbəti 3 görüşü olacaq. Bu dəqiqləşdirilir. Yəni bu o deməkdir ki, artıq ciddi bir proqram, bir plan qəbul olunub ki, bu plan üzrə Amerika və Çin müxtəlif məsələləri yüksək səviyyəli görüşlərdə həll etməyi düşünürlər. Çünki Çinin də payız aylarında Amerika seçkilərindən öncə dövlət səfəri, yəni rəsmi səfəri olacaq ki, Çin rəhbərinin uzun illərdir və ən azından bir 10 ildən çoxdur ki, Amerikaya dövlət rəsmi səfəri olmuyor. İlk dəfə indi təşkil olunacaq. Yəni bütün bunlar ona deməyə əsas verir ki, Amerika ilə Çin müəyyən məsələlərdə anlaşırlar. Müəyyən məsələlərdə anlaşanda da İran təklənir. Və İran da bunu anlamalıdır ki, əgər Körfəz ölkələri, Çin, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və bir çox başqa digər maraqlı ölkələr bu məsələdə birləşsələr, zaten çox çətin bir vəziyyətdə olan İran, həm iqtisadi olaraq, həm logistik olaraq çətin vəziyyətdə olan İranı daha çətin, daha ağır bir dövr gözləyə bilər. Ona görə də mənim düşüncəm ondan ibarətdir ki, bizim görmədiyimiz bir məsələlərlə Çinin İrana müəyyən təzyiqləri yaxın zamanlarda olacaq. Çinin sadəcə ritorik olaraq və dünya siyasətində davranış qaydaları Amerika kimi deyil. Yəni Amerikada hər şey gün üzərindədir. Necə deyərlər, Trump nə düşünürsə Twitter'da yazır, hətta True Social'da yazır və bütün dünya onu müzakirə edir. Çində belə aparılmır diplomatiya. Çində çox güman ki, heç mediaya çıxmayan müxtəlif istiqamətlərdən İranla danışıqlar gedir və nəticə itibarilə də Rusiya da artıq bu danışıqlarda aktiv rol almağa çalışır. Amerikaya təklif edib ki, zənginləşdirilmiş uranı məsələn Rusiya çıxarda bilər İran ərazisindən və bununla bağlı İrandan da hələ ki heç bir açıqlama yoxdur. Yəni buna razı olub olmamağı ilə bağlı da bir açıqlama yoxdur. Yəni əslində Hürmüz boğazı ilə bağlı İranın tutumu tamamilə qeyri-qanunudur. Sadəcə əlində bir alətə çevirib dünya iqtisadiyyatında çalxalanmalar yaratmaqla Amerikaya təzyiq göstərməyə çalışır ki, enerji daşıyıcılarının qiyməti qalsın, dünyada böhran yaralansın və dünya ölkələri Amerikaya təzyiq eləsin ki, bu müharibə bitsin. Yəni taktiki olaraq belə bir addım atmaq istəyir. Amma bu strategiya ola bilməz. Yəni taktiki olaraq bəlkə də İrana müəyyən mənada kömək olur, amma strateji olaraq sabah başqa logistik xətlər yaralanandan sonra, Hürmüzün önəmi sıfırlanandan sonra nə olacaq? O zaman İran tamamilə təkrarlanacaq dünya siyasətində. Yəni bu nöqteyi nəzərdən mən düşünürəm ki, İran doğrudan da həddindən artıq çıxmaz bir duruma düşüb
və bu durumdan çıxmaq üçün indi özünü güclü göstərməkdən başqa çarəsi yoxdur. Yəni necə ola bilər ki, özünü güclü göstərməsin? Çünki müharibədən çıxma strategiyası yoxdur. Müharibə tamamilə bitsə, İran xalqı öz hakimiyyətlərindən hesab soracaq. Yəni həm müharibənin nəticələrinə görə hesab soracaq, iqtisadi məsələlərə görə hesab soracaq. Çünki İranda bugün həm inflyasiya kəskin şəkildə artıb, qiymətlər yüksəlir. 1 dollar artıq 1 milyon 900 min riyala bərabərdir. İqtisadi çöküş yaşanır. Bugün hətta Pezeşkan belə bununla bağlı çox maraqlı və çox belə ətraflı bir açıqlama da verir.